Hər vaxtınız xeyir olsun. Mən Ceyhun Həsənov. Yenidən test izahları dərsimizi davam etdiririk. Bugünkü test izahımız 20 sınaq test toplusundan sınaq 19-un izahı olacaq. Elə isə vaxt itirməyək dərhal suallara keçək. Deməli, birinci sual qədim dünya tarixi və Azərbaycan tarixinin əlaqəsidir. Şumer və Lullubilərin tarixinə aid ümumi cəhəti müəyyən edin. Eramızdan əvvəl 2-ci mitin yaranması. Ümumiyyətlə, bu yanlış variantdır. Nəyə görə? Çünki Şumer şəhər dövlətlərini və belə deyim, bizim dövlət qurumları adətən 3-cü minilliklə həndəvərləndirirlər. Yəni, nə 3-cü minillikdən sonra Şumer şəhər dövlətlərinin adı çəkilmir, nə də 3-cü minillikdən sonra dövlət qurumlarımız adı çəkilmir. Asur dövlətinə qarşı mübarizə aparılması Şumerlərin Asurlarla mübarizəsindən bəhs olunmur. Lullubillər tayfa olaraq məruz qala bilərlər eramızdan və 2-ci minillikdə. Akkadlı iqtisadi əlaqələrin saxlanması Şumerlərin akkadlarla iqtisadi əlaqələr saxlanması barədə məlumat yoxdur və Lullubillərin də akkadlarla müharibə apardığı var. Elə bir iqtisadi əlaqə yoxdur. Mixi yazı sistemindən istifadə edilməsi. Bəli, mixi yazı sistemi təbii ki, Şumer şəhər dövlətlərində olub və eyni zamanda onlarla əlaqədə olan Kuti, Lullubi, Su, Turukki və digərlərində inkişaf edib. Ona görə burada cavab D variantı daha optimal variantdır. Mesopotamiyanın vahid adla birləşdirilməsi isə bu deməli əvvəl akkadlara məxsusdur, sonra isə Kutilərə məxsusdur. Lullubilərdə bu xüsusiyyət verilməyibdir. Bax belə. Biraz nisbətən zəif sualdır. Belə deyim, müzakirə açıq sualdır. Əsas da B və C variantları ilə. Əsas da C variantı ilə. İkinci suala baxaq. Daha sonra inşa edilmiş memarlıq abidəsidir. Şahbulaq qalası indiki Ağdamdadır. Təbii ki, bu qala Pənahəli xan tərəfindən təxminən 1751-52-ci illərdə tikilib. Ərk qalası Təbrizdə yerləşir. İkinci adı Əlişah məscididir. Bu 14-cü əsrdir. Kələxana məqbərəsi 1663 Şamaxıdadır. Gürcüstan qalası 12-ci əsrdir. Cavanşir qalası isə 3-7-ci əsrin abidəsidir. Daha sonra təbii ki, A variantıdır. Daha əvvəl olsaydı Y variantı olacaqdı. Gürcüstan qalası məsələsini böyütmək istəyirəm. Ümumiyyətlə, Gürcüstan yazaq. Gürcüstan əgər qaladırsa, Şamaxıdadır və 12-ci əsrdir. Gürcüstan əgər türbədirsə, Naxçıvandadır və 13-14-cü əsrdir. Yox, əgər Gürcüstan saraydısa, onda bu Bakıdır və 20-ci əsrdir. Ehtiyatlı olaq. Davam eləyək. Üçüncü sual. Xəritədə ulduzla işarələnmiş şəhərin 10-13-cü əsrlər tarixinə aid olan xüsusiyyəti müəyyənləşdirin. Xəritədə ulduzla işarələnmiş ərazi Marağa şəhəridir. Yer gəlmişəm, bu haşiyələnmiş yer isə Rəşt və yaxud Gilandır. Bizə Marağa lazımdır, keçək. Sazilər və Hülakü dövlətinin paytaxtlarından biri olması, bəli. Marağa Sazilərin ilk, Hülakilərin də yenə ilk paytaxtı olub. Bizans Gürcü feodallarının hücumuna məruz qalması bu yanlışdır. Şirvanşahlar dövləti Marağa cənubdadırsa, 10-13-cü əsrdə Şirvanşahlar Azərbaycanın cənubunda deyildilər. Monqolların və Xarəmşah cəmiyyətinin yürüşünə məruz qalması, əlbəttə. Marağa həmişə müqavimət göstərib, həmişə tutulan şəhərimizdir. Əmir Teymura qarşı ciddi müqavimət göstərməsi, Əmir Teymurun 14-cü əsrdə gəlməsini nəzərə alsaq, bizə xəritə sualında 10-13-cü əsrdə təqdim olunur. Ümumiyyətlə, bunu düzgün cavab kimi qəbul edə bilmərik. Cavab Y, 1-4. Dördüncü suala baxaq. 20-ci əsrin birinci rübü, Şimali Azərbaycan və Cənubi Azərbaycan. 20-ci əsrin birinci rübü ilk 25 illik, təbii ki, 1901-1925-ci illəri əhatə edir. Mövcud rejimə qarşı əhalinin etirazları, əlbəttə ki, bu hər ikisinə gedəcək. Mövcud rejimə qarşı həm Şimali Azərbaycana, həm Cənubi Azərbaycana çıxışlar var. Tətillər var. Bu, birinci dünya müharibəsi dövrü üçün xarakterdir əsasən. Azərbaycan adının azadlıqdan ləvəz olunması Cənubi Azərbaycanda Xiyaban ilə bağlıdır. Xiyaban hərəkatının 1917-20-də olduğunu nəzərə alsaq, yuxarıdakı illərə düşür.
Türk müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququnun verilməsi təbii ki, bu AXC dövrüdür və Şimali Azərbaycandır. Şəhərlərdə ilk seçkili orqan əncümənlərin yaradılması bu Cənubi Azərbaycan üçün keçərlidir 1906 və yuxarı düşür. Müstəqilliyinin Paris Sülh Konfransının ali şurası tərəfindən tanınması təbii ki, bu AXC-dir, Şimali Azərbaycandır və 1920-nin 11 yanvarıdır. Bu da yuxarıdakı illərə düşür. 1SY nə isə səhv işarələmiş hərflərdən 1SY 2BD 3A cavabımız C variantı olacaq 4-cü sualda. 5-ci suala keçək. Avropa Hun dövlətinin tarixinə aid səbəb nəticələrinin doğru verildiyi cavabı müəyyənləşdirin. Tanrı xanın qərb Hunlarının başçı seçilməsi, Oskot kralını məğlub etməsi. Oskot kralını məğlub edən qərbi Hunların başçısı Balamirdir. Birin üzərindən xətt çəkək. Hunların Macaristanda məskunlaşması, İdil çayından Dunay çayına qədər olan ərazinin Hunların nəzarətinə keçməsi bu düzgün cavabdır. Dunay çayı Macaristandan keçir, hətta paytaxt Budapeştdir. Buda və Peşt adlı yerlərə bölür. Davam edək. 2-ni düz götürdük. 3. Attilanın 434-cü ildə Qərbi Roma imperiyası, bu səhvdir. Şərqi Roma ilə münasibətləri var 434-447-də. Katalan döyüşünün baş verməsi, döyüşdən sonra Qotların cəzalandırılması, bu düzgün cavabdır. Attila Katalan döyüşündə ona çıxan Qotları döyüşdən sonra cəzalandırır. Attilanın müəmmalı ölümü 476-cı Avropa Hun dövlətinin süqutu. Attila 453-də ölüb, səhvdir. Həmçinin Avropa Hun dövləti süqutu təxminən 470 götürülür. Burada cavab 2-4, yəni D variantıdır. 6-cı suala baxaq. Uyğunluğu müəyyən edək. Torpaq, mülkiyyət forması və vergilərlə bağlı bir sualdır. Səlcuq dövründə Ucbərli Səlcuqlar dövründə ucqarları qoruyan sərkədələrə verilirdi. Bu düzgün cavabdır. Silah bahası, şərab bahası, nal bahası bunlar da Səlcuqlarla bağlıdır. Malcəhət vergisi isə ilk dəfə Qaraqoyunda gəlib 15-ci əsrdir. Amma nəzərə alsaq ki, Səlcuqların Azərbaycandakı dönəmi 11-12-ci əsrlərdir. Monqolların Azərbaycandakı dönəmi təxminən 13-cü əsrdən 15-ci əsrin əvvəlinə qədər saymaq olar. Deməli, biz birdən A ilə B-ni oğurlayacaq. C variantı yararsızdır. Monqollar dövründə İncu bəli, Monqollar dövründə yaranıb və Monqollardan sonra biz bunu eşitmirik. Xassənin ikinci adıdır. A variantını düzgün götürürük. Xarak Sasanilər dövründə olub və bitib. Bu yanlışdır. Qopçur da Monqollar dövründə əvvəl köçəri maldan alınan, sonra isə can vergisinə çevrilən və gələcəkdə Qazax xan dövründə ləğv olunan vergidir. Deməli 1AB, 2AC cavabımız D variantıdır. 7. 1-ci əsrin 30-cu illəri, yəni eramızdan əvvəl 39, 30-cu ildə baş verən proseslər. Albaniyanın Romadan asılı salınması olsun. Deməli, eramızdan əvvəl 36-cı ildə Antoni özü birbaşa Atropateniya, sərkərdəsi Kanidin isə Albaniyaya göndərir. Özü Atropateniyada bir uğur qazana bilməsə də, amma sərkərdəsi Kanidi 36-cı Albaniyanı tabe edir. Və 36 bu illərə düşdüyünə görə 1 götürürük. Qanıq döyüşü eramızdan əvvəl 65-də yuxarıdakı şərti ödəmir. Atropatena Fraspa döyüşündə Roma qoşunları üzərində qələbəsi eramızdan əvvəl 36-dır və yuxarıdakı şərti ödəyir. Albaniya xristianlıq dininin yayılması bu əsasən 1-ci əsrdən başlayacaq, 4-cü əsrdən möhkəmlənəcək. Bu da yanlışdır. Çinlilərin ötkən şəhərlərə keçirilməsi bu düzdür. Çünki biz bilirik ki, Böyük Hun nə vaxt 2 yerə parçalanıb, eramızdan əvvəl 58-ci ildə Şərq və Qərb Hunları. Qərb Hunları eramızdan əvvəl 36-da onlar üçün həm uğurlu ildir, həm də 36-cı ildə türklərin, Çinlilərin görüşünə məruz qalıblar və ötkən şəhəri tutulub. Çünki parçalanmadan sonra ölkənin mərkəzi ötkən Qərb Hunlarına qalmışdı. Deməli, burada cavab olacaq 1, 3, 5. Bax belə. Cavabımız Y variantıdır. 8-də Sualcıq hökmdarı Toğrul və Şah İsmayılın hakimiyyəti dövrlərinə aid ümumi cəhəti müəyyənləşdirin. Amudayardan Fərat çayına qədər əraziləri ələ keçirməsi. Bəli, bu düzgün cavabdır. Nəzərə alsaq ki, Toğrul bunu 1055-ci ildə Abbasi xəlifəsini özünə tabe etməklə
Şah İsmayıl isə bunu 1510-cu ildə Mərv döyüşündə bacarıb. Keçmiş müttəfiqlərlə mübarizə aparmaları və onların üzərində qələbə qazanmaları bu yanlışdır. Avropa dövlətləri diplomatik əlaqələr Şah İsmayılda da o qədər uğurlu olmadı. Tuğrulda isə bu ümumiyyətlə kitabınızda verilmir. Vergi toplanması icazə verilməsi haqqında da heç birisində bir məlumat yoxdur. Şeybanilərin məğlub edilməsi bu Şah İsmayıl üçün xarakterikdir, Tuğrul üçün xarakterik deyil. Çünki o zaman Şeybanilər yox idi. Yeri gəlmişən Şeybanilər Özbəklərin adıdır, Şeybani xanla bağlıdır. Cavab təbii ki, burada A variantıdır. Davam edək. 9-cu suala baxsaq, 1-ci Göytürk və Qaraxanlı dövlətlərinin tarixinə aid ümumizət. Dövlətin iki yerə parçalanması, bəli, düzgün cavabımız budur. Nəzərə alsaq ki, 1-ci Göytürk 588, Qaraxanlı isə 1042-də parçalanıb. Cavabımız A variantıdır, amma digər variantlara da baxaq. Xarəzmşahlar tərəfindən süquta alınması bu yalnız Qaraxanlıların bir qolu üçün səciyyəvidir. Bu 1-ci Göytürkdə Çinlilərlə bağlıdır. Avropa dövlətləri ilə siyasi əlaqələr demək olar ki, heç birisində. İslam dini rəsmi din kimi yalnız Qaraxanlıdadır. Həm də 1-ci Göytürk dövlətinin mövcudluğu dövründə heç İslam dini mövcud deyildi. Mərkəzi Aziyadakı bütün türk tayfalarının vahid dövlətin tərkibində birləşdirilməsi bunu hardasa 1-ci Göytürk üçün xarakteri demək olar, amma Qaraxanlıda yox. Çünki Qaraxanlının mövcud olduğu dövrdə Mərkəzi Asiyada Qəznəvilər dövləti də var idi. Deməli, burada cavabımız A variantı oldu. Davam edək. Donald Trump birinci prezidentlik dövründən fərqli olaraq Joe Biden. Donald Trumpın birinci prezidentlik dövrü 2016-2020-dir və yaxud 2017-2021-dir. Əvvəlki dərslərimizdə demişdim, bu nə ilə bağlıdır. Prezident cüt ildə seçilib, növbəti 20 yanvarında gəlir. Joe Biden prezidentlik dövrü isə 2020-2024-cü il və yaxud 2021-2025-dir. Rusiya ilə münasibətləri qaydaya salmaq üçün bir sıra addımlar atdı. Bu, Donald Trumpın Joe Biden'dan fərqidir. Joe Biden Rusiyanı görməyə gözü yox idi. Vergi, sosial təminat və təhsil islahatları aparıldı. Bu, demək olar ki, hər iki prezident dövründə müəyyən qədər var. Amma rəsmi olaraq kitablarda bu arada məlumat verilməyib. Rusiya qarşı sərt çıxışlar etdi. Bəli, bu Joe Biden'a aiddir və hətta Ukrayna müharibəsində Ukraynaya yardım etdi. Lend-Liz haqqında qərara görə. O Lend-Liz ki, axırıncı dəfə ABŞ-ın 2-ci Dünya müharibəsi dövründə istifadə etmişdi. Ölkədə iqtisadi böhranın nəticələrini aradan qaldırmasına diqqət yetirdi. Təbii ki, bu Donald Trump'da da var. Donald Trump güclü iqtisadçıdır və ölkəni böhrana çatmaq üçün tədbirlər görmüşdürsə, artıq yəni bu Donald Trump'da varsa, Joe Biden da olsa da sayılmır. Rusiya-Ukrayna müharibəsində Ukraynaya hərbi və mali yardım, bəli, bir neçə saniyə bundan əvvəl bu cümləni mən dedim. Joe Biden Rusiya-Ukrayna müharibəsində Ukraynaya hər tərəfli yardım etməyə çalışıb. Cavab 3-5, yəni Y variantıdır. Davam edək. 11. Birinci Dünya və İkinci Dünya müharibələrinin oxşar cəhətlərinə aid deyil. ABŞ-ın müharibəyə sonradan daxil olması bu oxşar cəhətdir. Gəlin baxaq. Birinci Dünya müharibəsi 1914-1918-ci illəri. İkinci Dünya müharibəsi isə 1939-1945-ci illəri əhatə eləyir. ABŞ dövründə müharibəyə sonradan girmişdi. Bir də ki, Birinci Dünya müharibəsində 1917-də, İkinci Dünya müharibəsində isə 1941-də girmişdi. Müharibədə Almaniya və onun müttəfiqləri məğlub oldu. Bəli, hər iki müharibədə Almaniya və onun müttəfiqləri məğlub oldu. Hər iki müharibədə Böyük Britaniya və Fransa eyni cəbhədən və fəal iştirak etdilər. D variantı Almaniyanın öz ərazilərinin bir hissəsinin itirilməsi. Bəli, Almaniya ərazilərinin bir hissəsini itirdi. İkinci Dünya müharibəsi üçün bunu demək daha, belə deyim, gözəldir. Daha uyğundur. Birinci Dünya müharibəsində də ərazinin bir hissəsini itirir. Gələcəkdə yaradılan Polşanın xeyrinə. Almaniyanın keçmiş müttəfiqi İtaliyaya müharibə elan etməsi bu yanlışdır. İtaliya hər iki müharibədə, belə desək, Almaniyaya müharibə elan etmişdi. Cavabımız Y variantıdır. 12. Səbəb-nəticə əlaqəsi pozulmuşdur. Azərbaycan Mərzibanı İsfəndiyarla ərəblərlə sülh bağladı Cərmudan döyüşündən sonra. Bu düzdür. Belə bir məsələyə toxunaq. Ərəblər Azərbaycanın cənubundan gəldilər və Azərbaycanın cənubunda ərəblərin İsfəndiyarla iki savaşı olub. Əvvəlcə Vəcruz döyüşündə onlar İsfəndiyara qalib gəlib Azərbaycanın cənubuna.
Sonra Azərbaycanın cənubuda baş verən digər döyüşlə Cənubudan döyüşündən isə artıq Azərbaycanın şimalına yol açıldı. Və Cənubudan döyüşündən sonra mübarizənin mənasız olduğunu görən deməli İsfəndiyar ərəblərlə müqavilə imzalamışdır. Bu düzgündür. Bizə isə səhv cavablar lazımdır. Tiflis xilafətin tərkibinə daxil oldu 640-cı illərdə, amma Savalan dağı yaxındakı döyüş 731-dir. Bəli, bu səhvdir və bizə səhv lazımdır. Vergi yığılmasına nəzarət edə amil titulu daşıyan məmur, bu düzgün cümlədir və bizə lazım deyil. Ərəblərin köçürmə siyasəti davam etmişdi 11-ci əsrin 1-ci rübünə qədər. Xeyr, bu 9-cu əsrin 1-ci rübünə qədər və yaxud 8-ci əsrin sonlarına qədərdir. Ərəb-Xəzər müharibələrinin bitməsinə qədər səhv cümlədir və bizə lazımdır. Xürrəmlər istirahgahı idi. Bəzi qalsa bu düzgün cavabdır və bizə düzgün cavab lazım deyil. Deməli, burada cavab 2-4, yəni B variantıdır. Davam edək. 13-cü sual. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ümumi cəhətlərinə aid deyil. Xidmətə görə yarımköçəri əyanlara soyurqal adlı torpaqların paylanması. Bəli, hər ikisində soyurqal paylanırdı və hər ikisinin də mərkəzləşmiş dövlət ola bilməməsinin səbəbi həddindən artıq soyurqalın paylanması idi. 2. Hökmdardan sonra ikinci şəxsin əmr-el-ümara. Bu da hər ikisi üçün oxşar cəhətdir. Hər ikisində padşahdan sonra ikinci şəxs əmr-el-ümaradır. Dövlətin daxili həyatında yarımköçəri əyanların və digərlərinin mühüm rol oynaması. Bəli, nəzərə alsaq yarımköçəri əyanlar orduya gedirlər və onlar dövlətin idarəolunmasında mühüm iştirak edirlər. Ordunun əsasını atlı qoşun dəstələri. Bəli, müharibədən müharibə toplanan atlı qoşun dəstələri sayca daha çox və keyfiyyətli vuruşurdular. Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaradılmaları heç vaxt Osmanlı ilə Qaraqoyunluların problemi olmayıb. Nə Qaraqoyunlu tayfa ittifaqının, nə Qaraqoyunlu bəyliyinin, nə də Qaraqoyunlu dövlətinin. Yəni Y variantı Ağqoyunlu üçün xarakterikdir, Qaraqoyunlu üçün xarakterikdir. Ona görə cavabımız Y variantıdır. 14. Xəritədə ərazisi iştiraklanmış xanlığa aiddir. Ərazisi iştiraklanmış xanlıq Qarabağ xanlığıdır. Baxaq. Nadir Şahın hakimiyyəti dövründə meydana gəlmiş ilk xanlıq bu Şəki xanlığıdır. A-nın üzərindən xətt çəkirik. Azərbaycan torpaqlarının şimal-şərq hissəsini birləşdirməyə nail olmuşdur. Bu Qubadır. Üzərindən xətt çəkirik. Qazax və Borçalı torpaqlarını Gürcü təsirindən azad etmək siyasətini yeridən Şəkidir ki, buna nail olmuşdur. Sonra isə Gəncəli Cavad xan olsa da, istəsə də buna tam nail ola bilmir. Ballıqaya döyüşündə bəli, Qarabağ xanlığı Məliklər üzərində qələbə qazandı. Cavabımız D variantıdır. Azərbaycanın bütün cənub xanlıqlarını asıliyətə salmışdır. Ümumiyyətlə, heç bir xanlığımız demək olar ki, Azərbaycanın cənub xanlıqlarının hamısını asıliyətə sala bilməyib. Cavabımız D variantıdır. 15. O, Almaniya Federativ Respublikasının ilk kansleri seçilmişdir. Aha, söhbət təbii ki, davam edək. Bonn şəhər dövlətin paytaxtı oldu, dəqiqləşdirmək üçün. Sovet işğal zonasında isə Almaniya, söhbət Konrad Adenauerdən gedir. Mətndə bəhs olunan Almaniya Federativ Respublikasının kanslerinin fəaliyyətinə aiddir. Avropanın qütbləşməsi onsuz da 1946-cı ildən başlamışdı. Avropanın şərqi Siriya söykənmişdi, qərbi isə Amerika və onun müttəfiqlərinə. Amma nəzərə alsaq ki, AFR 1949-da yaranıb, ona görə bu şərt ödəməyəcək. Şərqi Avropanın müharibədən sonraki səhətlərinin tanınması. Bu AFR kansleri deməli Konrad Adenauer'a aiddir. Bu AFR kansleri Willy Brandt'a aiddir. Ona görə B variantı üzərinə xətt çəkirik. Almaniyanı gələcəkdə birləşdirən kansler həm AFR-in son kansleri, həm də bütün Almaniyanın ilk kansleri hesab olunan Helmut Kohl olacaq. Bu da səhvdir. AFR-in bəli, beynəlxalq mövqeyi əlbəttə ki, güclənir. Bu düzgün cavabımızdır. Çünki AFR Amerika siyasət yeridir. Qaldı ki, Fransa ilə münasibətlərin pisləşməsi əksinə. Konrad Adenauer'ın dövründə kitablarınızda yazılmasa da əsrin barışığı deyilən bir hadisə baş verir. Axır ki, Fransızlarla Almanlar barışırlar. 16. Tiflis Müsəlman Əmirliyinin mövcudluğu dövrünə aiddir. Tiflis Müsəlman Əmirliyinin yaranmasını 8-ci əsrin 30-cu illərindən götürsək, təxminən belə desək 730-lardan götürsək, müstəqil olması isə 960-cı illəridir. Götürək 1122-yə qədər və hadisələrin gedişatına baxaq. Türk tayfalarının Azərbaycan ərazisində məskunlaşması. Bu düzgündür. Çünki türklərin Azərbaycana 3-cü yürüşü 11-ci əsrdə baş verir və doğrudan da yuxarıdan, belə deyim, gedən illərdə düşür bu. Usta Bəndər 1231-də gördüyünüz kimi yuxarıdakı şərti ödəmir.
Monqolların Azərbaycana 3-cü görüşü 1256 yuxarıdakı şərti ödəmir. Xəzərlərlə ərəblər arasında Bələncər döyüşləri 643, 653 və ya 722 yenə də şərt ödənmir. Xilafət tərəfindən Albaniyada Mehranilərə son qoyulması 705 yenə də şərt ödənmir. Cavabımız A variantıdır. Davam edək. 17-də 1605-ci ildə Sufyanda və 1735-ci ildə İrəvan bölgəsində baş vermiş döyüşlərin oxşar nəticəsi Osmanlı qoşunlarının Səfəvi torpaqlarını qismən tərk etməsi. Bu 3 mərcin üçün keçərlidir. Bu döyüşdən sonra Osmanlılar Azərbaycanı tamamilə tərk ediblər, amma Sufyan döyüşündə Osmanlılar məğlub olsalar da hələ müqavilə 1612-də bağlanacaq. A variantı səhvdir. Osmanlı dövləti hər ikisini uduzub yeni ərazilərə keçirməz. Səfəvi dövlətinin süqut etməsi və xanlıqlara parçalanması tamamilə yanlış bir fikirdir. Səfəvlərin qalib gəlməsi, bəli, hər ikisində Osmanlılara qalib gəliblər. 1605-də Şah Abbas, 1735-də 3-cü Şah Abbasın fonunda Nadir xan. Rus tazələrində gömüsü ticarət hüquqlarının verilməsi isə 1667-ci ildir, 1717-ci ildir. Burada Şah Süleyman, burada Şah Sultan Hüseyin, 1732 Rəşdə Təhmasib, 1735-də 3-cü Abbas, hətta 1813 Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrində ruslar üçün güzəştlər nəzərdə tutulub. Şərti ödəmir, cavab D. 18-də Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Qısa konkret demək istəyib ki, Erkən Tunc dövrünə düşsün. Dini ayinlərin xüsusi ibadət yerlərinə keçilməsi, bəli, bu düzgün cavabdır. Çünki Erkən Tuncdan başlayaraq bu baş verir. İlkin şəhər mərkəzləri Orta Tunc, boyalı qablar mədəniyyəti Orta Tunc, ayaqla hərəkət edilən duluz çarxı Son Tunc, idarəetmə adlı sanlı adamlar Son Tunc. Cavabımız A variantı olacaq. Davam edək. 19-cu suala baxaq. Qızıl Orda və Hülakülər dövlətlərinin tarixinə aid oxşar cəhət. Baxaq. 13-cü əsrdə meydana gəlmələri. Bu düzgün cavabdır. Qızıl Orda 1243-1502-ci illərdir təxminən. Hülakülər isə 1258-1357-ci illərdə mövcud olub. Hər ikisi 13-cü əsrdə meydana gəlib, düzdür. İslam dini dövlət dini səviyyəsində. Bu da düzgün cavabdır. Çünki Qızıl Orda da bunu özbək, Hülakülər isə Qazax etmişdi. Azərbaycan uğrunda mübarizə aparmaları, bəli. Azərbaycan uğrunda mübarizə Hülakülər dövlətinin yaranmasından süqutuna qədər davam edib. Çünki Qızıl Orduya görə bu ərazilər Çingiz xanın vəsiyyətinə görə, yəni Azərbaycan əraziləri Qızıl Orduya çatmalıdır. Və ilk Hülakü Qızıl Orda savaşı deyil, Hülakü xanın dövründə başlamışdı. Cavabımız 1-2-3-dür. Digər variantlara baxaq. Abbasilər xilafəti ilə mübarizə aparmaları, bu yalnız belə desək, nisbətən Hülakülər Hülakü xan üçün keçərlidir. Çünki Abbasilər son qoyandan sonra Hülakülər dövləti yaranır. Qızıl Orda isə Abbasilərlə problem yoxdur. Müstəqil xanlıqlara parçalanması bu Qızıl Orda üçün keçərlidir. Kazan, Krım, Həştərxan, Noğay ordusu. Hülakülərdə xanlıqlara parçalanma yoxdur. Dövlətin paytaxtının Təbriz şəhəri olması bu yalnız Hülakülər üçün keçərlidir. Qızıl Ordada bu saray Batı saray Bərkədir. 20-də 1918 və 1998-ci il tarixinə aid ümumi cəhətdir. Dərhal yuxarıdan baxdıqda suala Y variantı diqqəti cəlb edir. Doğrudan da istər AXC dövründə 1918, istər 1998 müstəqil Azərbaycanımız dövründə senzura, yəni mətbuat üzərində nəzarət ləğv olunub. Cavabımız Y variantıdır. Təbrizdə konsulluğa gələndə bu 1920-2004-cü illərdir. AXC-də və müstəqil Azərbaycanda gördüyümüz kimi düşmür. Türkiyənin Azərbaycan müstəqilliyinin tanınması olsa, bu da 1918 Batum və müasir dövrdə 1991 olar. Bu da gördüyümüz kimi şərt ödəmir. Tiflisdə Azərbaycan səhfinin açılması bu 1919-da olar. Müasir dövrdə isə 1990 belə deyim 91-92-ci illərdə olar. Gürcüstan bizi tanıyan ilk dövlətlərdən biri deyil əslində. Bunu da üzərindən xətt çəkək. Azərbaycanlı əhalinin öz doğma torpaqlarından zorla qovulması bu hadisə 1918 üçün xarakterik ola bilər. Çünki AXC dövründə də biz qaçqınlar problemi ilə üzləşmişdik. Amma müstəqil Azərbaycanımızda 98-ci ildə bu proses baş verə bilməzdi. 88 olsaydı yenə də düşünmək olardı. Deməli, burada cavabımız Y variantı oldu. 21.
Birinci Dünya müharibəsindən fərqli olaraq İkinci Dünya müharibəsində Türkiyə birtərəfli siyasəti yürütdü. Bu cavabı düzgün cavab kimi qəbul etmək olar, amma biraz da cavaba səliqəlik vermək olardı. Çünki Türkiyə istər-istəməz müharibəyə 45-ci ildə qoşuldu. Hələ ki, variantını düzgün cavab kimi götürək. İtaliyaya müharibə elan etdi. Birinci Dünya müharibəsində İtaliyaya müharibə elan edəcəkdi təbii ki, avtomatik olaraq. Çünki ayrı-ayrı cəbhələrdə idi. Amma 2-ci Dünya müharibəsində isə Türkiyə müharibəyə girəndə 45-ci ildə artıq İtaliyaya müharibə elan etmir. Çünki İtaliya 1943-cü ildən etibarən qarşı tərəfə keçir. Yəni Almaniya müharibə elan edir, Yaponiya müharibə elan edir və nəzərə alsaq ki, 45-ci ilin fevralında Türkiyə müharibəyə girəndən sonra Almaniya və Yaponiya müharibə elan edir. Ona görə də bu sayılmır. Faşist Almaniya isə müttəfiqlik münasibətləri saxlayırdı. Birincisi, ümumiyyətlə, faşist Almaniya istifadəsi yoxdur. İkincisi də ki, Türkiyə faşist Almaniya müttəfiq deyildi. Düzdür, müharibədən də ticarət əlaqələri var idi, amma müttəfiq deyildi, dost deyildi. Əksinə 45-ci ilin fevralın 2-sində müharibə girəndə faşist Almaniyasına qarşı müharibə elan edir. Gələsində BMT-yə qoşulmaq üçün. Türk dövlətlərindən ibarət yeni bir ittifaq, belə bir şey yoxdur. Millətlər Cəmiyyətindən çıxdı. Millətlər Cəmiyyəti nə 1-ci Dünya müharibəsinin dövründə yaradılmamışdı, nə də 2-ci Dünya müharibəsi dövrünü görməmişdi. Millətlər Cəmiyyəti 1919-da yaranıb, 30-cu illərin ikinci yarısında isə demək olar ki, zibil vedrəsinə atılmışdı. Cavabı A variantıdır. 22-yə baxaq. SSR-də yenidən qurma və aşkarlıq siyasəti xəttinin irəli sürülməsi, SSR-də separatizm meyillərinin artması, Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsi. Mənim əzizlərim, burada maksimum ehtiyatlı olmaq lazımdır. Birincisi, biz çox qabağa qaçarıq. BMT Təhlükəsizlik Şurasının üzvü seçilsək, bu 2011-dir. İkinci bir tərəfdən biz BMT-nin daimi üzvüyük. Bir dənə bu Təhlükəsizlik Şurasını buradan silək, bir neçə saniyəlik. Biz BMT-nin daimi üzvüyük. BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola bilmərik. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü ola bilərik. BMT Təhlükəsizlik Şurasının elə 5 daimi üzvü var ki, onların adı dodaq çoxladan qədər böyükdür. Təbii ki, bunlar ABŞ-dır, Rusiyadır, İngiltərədir, Fransadır və Çindir. Bu 5 dövlət dəyişmir. Siz təsəvvür edin ki, bu BMT-nin 5 dövlətinin hüquqları o qədər genişdir ki, bu 5 dövlətdən biri hansısa bir qərara veto qoysa, yerdə qalan 200-ə yaxın dövlətin qərarı sayılmır. Sadəcə olaraq 5 dövlət hər il qalır, 2 ildən bir 10 dənə dövlət qeyri-daimi üzv olur ki, biz də qeyri-daimi üzv seçilmişik. Daimi üzv ola bilmərik. Azərbaycan dünyada ən çox qaz istehsal edən ikinci ölkəyə çevrilməsi. Birincisi məntiq yoxdur, ikincisi də ki, belə bir şey ola bilməz. Qazımız var, amma o qədər də deyil. Azərbaycanın bütün qonşu dövlətlərlə münasibətlərinin gərginləşməsi qətiyyən müxtəlif münasibətləri var. Avropa dövlətlərlə yeni qonşuluq siyasətinin imtina edilməsi həm əlaqə yoxdur, həm də ki, əksinə 2000-ci illərin əvvəllərindən, əsasında 2004-dən başlayaraq biz Avropa ölkələri ilə yeni qonşuluq siyasətinə girməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü pozulur, bəli. SSR-də separatizm meyilləri artır, SSR erməniləri üzərimizə qaldırır və nəticədə ermənilər bizə qarşı ərazi iddiaları irəli sürürlər. Davam eləyək. Azərbaycan ordusunun Qarabağ bölgəsində 2023-cü ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə aiddir. Bəli, biz 2023-cün 19 sentyabrından 20 sentyabrına keçən gün 23 saat 43 dəqiqəlik bir əməliyyat keçirdik. Böyük qayıdışa dair birinci dövlət proqramının həyata keçirilməsi tamamilə yanlışdır. Çünki bu proqram 2022-də qəbul olunub və Zəngilanın Ağalı kəndinə köçmüşük. Ona görə bir yararsızdır. Yəni, bu müharibədən əvvəl olmuşdur. Azərbaycan Respublikasının Qarabağ bölgəsində öz suverenliyini bərpa etməsi. Bu düzgün cavabımızdır. Qarabağı tamamilə azad elədik. 2 düzdür. 3. Qarabağ silsiləsində Qırğız və Sarıbaba yüksəklərinin nəzarətə götürülməsi. Bu 2022-də nəzarətə götürülmüşdür. Bizə isə yuxarıda təqdim olunan 2023-dür. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməsi maraqlı bir cavabdır, qalsın. Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi, Laçın rayonunun qaytarılması 2020-ci ilin dekabrın 1-idir, amma Laçın şəhərinin bizə qaytarılması 2022-nin avqustudur. Niyə 2 il
Ləngir. Çünki Laçın dəhlizi oradan keçirdi və Laçın dəhlizinə alternativ yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytardı Zabıq və Susla bərabər 2022-də. Burada bir dənə düzgün cavabı 2 oxşadır. Yəqin ki, bunu yazan müəllif burada 2-4-ü nəzərdə tutulub, amma Azərbaycanın ərazi bütövlüyü hələ də tam təmin edilməyib. Bəlkə də Qarabağ baxımından nəzərdə tutulub. Amma hələ də bizim Qazaxın bir neçə kəndi ermənilərin əlindədir. Ona görə də Azərbaycan öz ərazi bütövlüyünü hələ təmin edə bilməyib. Biraz müzakirə açıq sualdır. Cavab 2-4 götürək. Eyb yox. 24. Eramızdan əvvəl 3-cü əsrə aid olanları müəyyənləşdirək. Pul müharibələrinin başlanması eramızdan əvvəl 264. Əvvəla qeyd edək ki, eramızdan əvvəl 3-cü əsr, eramızdan əvvəl 300, eramızdan əvvəl 201-ci illəri əhatə edir və 264 həmin şərti ödəyir. 1 düzgündür. Çində Xan sülaləsinin hakimiyyətdən devrilməsi. Nəzərə alsaq ki, Xan sülaləsi eramızdan əvvəl 206, eramızın 204-düdür. Yəni eramızın 3-cü əsrdir. Ona görə bu bizə lazım deyil. Romada qladiator döyüşləri, bəli, bu 3-cü əsrdən başlayır, düzdür. Albaniyada Arşakillərin gəlməsi eramızın 1-ci əsri, bizə eramızdan əvvəl 3-cü əsr lazımdır. Bu da səhvdir. Artabaz Selevkədən asılı qəbul edib 223, yəni eramızdan əvvəl 3-cü əsr. Biz bunu düzgün cavab kimi götürək. Romada vətəndaşların qanun qarşısında bərabər olması, bu başlanır eramızdan əvvəl 3-cü əsrdən. Deməli, burada 6 da düzgün cavab oldu. 6-da bir məsələ aydınlıq gətirmək istəyirəm. Deməli, eramızdan əvvəl 509-cu ildə Romada Respublika qurulanda plebeylər sevinirlər ki, artıq bizim üçün də gün işığı doğdu və bizə hüquqlar verilə bilər. Amma patrisilərin onlara güzəştdə getmədiklərini görən plebeylər patrisilərlə savaşa girdi və təxminən 509-dan 365-ə qədər köynək tavada bu daha yaxşı velərdi. Plebey patrisi savaşı başlayır. Və bu savaşın gedişində plebeylər eramızdan əvvəl 5-ci əsrdə özlərinə xalq tribunu seçə bildilər gedişində. Bu müharibənin nəticəsində isə eramızdan əvvəl 3-cü əsrdə 2 uğur qazandılar. İstənilən vəzifə və tam vətəndaş hüququ. Sadəcə burada 4 dənə cavab oldu. Ola da bilər. Amma yenə də digər variantlarımıza aydınlıq bir baxaq. Çünki adətən belə suallarda 3 dənə cavab olur. Pul müharibələrinin başlaması 264 düzdür. Xan eramızın 3-cü əsrdir. Romada qladiator eramızdan əvvəl 3-cü əsrdir, bu düzdür. Arşakilər eramızın 1-ci əsrdir, düzdür. 1-3. Atropatın hökmdarı Selevkədən asılılığı, hə. Artabazdır yazılıb burada. Artabaz eramızdan əvvəl 1-ci əsrdə Fraspa döyüşündə falan iştirak eləyəndir. Burada bir dənə hökmdar adı səhv verilib. Bu Artabaz da olmalı deyildi. Bu Artabazan olmalı idi. Ona görə 5 səhvdir. İ şərt ödəsə də, amma orada bizi belə deyim, hökmdarla vurublar. Və salam. Cavab hazırdır. 1, 3, 6. Davam edək. 25. İlham Əliyev 4-cü prezidenti dövrünə aiddir. İlham Əliyevin prezidenti dövrü 2003-dən başlayır. Üstə gəl 5 il. 2008-də 2-ci prezident dövrü başlayır. Üstə gəl 5 il. 2013-də isə 3-cü prezidenti dövrü başlayır. Üstə gəl 5 il. 2018-də isə 4-cü prezident dövrü başlayır. 2018-ci ildə isə artıq 7 illiyə seçilmişdi. Prezident seçkiləri 2025-də olmalıdır, amma 2024-də seçildi. Həmçinin prezident seçkiləri Xankəndində olmuşdu. Yəni 4-cü prezident dövrü 2018-2024-dür. Bir il qabağa çəkilmişdi prezident seçkiləri, belə desək. Hal-hazırda İlham Əliyev 5-ci prezident dövründə, belə deyim, fəaliyyət göstərir. 2018-2024 aralığına baxaq. Bir daha yazıq yuxarıda. 2018-2024. Dünya Azərbaycanın 3-cü qurultayının keçirilməsi 2001-in üzərinə 2 dəfə 5 gəlsək, 5 ildən biri də 2011-dir. Bu yuxarıdakı şərt ödəmir. Qarabağ bölgəsində antiterror 2023, 19 sentyabrdan 20 sentyabra keçən gecə 2 şərt ödəyir. Talış kəndi və Lələtəpə 2016 yuxarıdakı şərt ödənmir. Xankəndə hərbi parad, bəli, bu 2023-cü ildir. Bu yuxarıdakı şərt ödəyir. İnformasiya müharibəsində hücum diplomatiyasının irəli sürülməsi 2004-dür. Yuxarıdakı şərti ödəmir.
Deməli, bizdə şərti ödəyən 2 və 4 oldu. Davam edək. 26. Xronoloji ardıcıllığı müəyyənləşdirək. Əmir Teymurun Azərbaycana ikinci görüşü bu 1392-dir. Cəlalə dövlətinin yaranması bu 1340-dadır. Azərbaycanda deyil, ehtiyatlı olun. Teymurlarla Qaraqoyunlular arasında və Qaraqoyunluların müttəfiqi Cəlalər arasında Bağdad döyüşü 1394. Birinci İbrahimin Təbrizə daxil olması isə 1406-dır. Deməli, mənim əzizlərim, burada ardıcıllıq 2, 1, 3, 4 şəklində olacaq. 27-də. Azərbaycanda birinci Respublika dövrü bu AXC dövrüdür. 1918-1920. Açılışı belədir. AXC və yaxud ADR. Bax, bu R. Birinci Respublikadır. Belə. İkinci Respublika dövrü 1920-1991. Azərbaycan SSR. R. Bu da ikinci Respublika dövrünün R-idir. Üçüncü Respublika dövrü isə bugünkü Azərbaycanımız müstəqilliyimiz əbədi olsun. 2025 AR. Bu R isə bax bu Respublikanın bildiricisidir. Baxaq. İlk konstitusiyanın qəbul edilməsi. İlk konstitusiya AXC dövründə ümumiyyətlə konstitusiya olmayıb. Ona görə də ilk konstitusiyamızın qəbulu 2-ci Respublika dövründə olub. Yəni Azərbaycan SSR dövründə olub. Ümumiyyətlə Azərbaycan SSR dövründə bizim 3 konstitusiyamız olub. 21-ci il, 37-ci il və 78-ci il. Ona görə A variantını 2-yə qoyaq. BMT-nin tam hüquqlu üzv olması təbii ki bu 3-cü Respublika dövrüdür 1992-də. İlk parlamentin yaradılması bu AXC dövrüdür 1918 7 dekabr. Müəllimlərin birinci qurultayı 1906 heç bir şərt ödəmir. İlk milli opera 1908 yuxarıdakı heç bir şərt ödəmir. Yəni 1C, 2A, 3B. Situasiyalara baxaq. Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının məğlubiyyəti 1918-də sonlandı. Ermənilərin yenidən fəallaşmasına şərait yaratdı. Mənbə əsasən Ermənistanı işğal etmək istədiyi Azərbaycan bölgələrindən ikisinin adını yazın. Təbii ki, Qarabağdır, Naxçıvandır, Zəngəzurdur. Azərbaycan Xalq Cümhuriyyətinin mənbədə bəhs edilən təcavüzdən qorunmaq üçün yaratdığı iki qurum. Təbii ki, bu Qarabağda Xosapaşa Bəsultanın başçılığı altında yaranmış Qarabağ General Qubernatörlüyü. Bir də Naxçıvanda Bəhram xan Naxçıvanskinin başçılığı yaradılmış Naxçıvan General Qubernatörlüyüdür. Bir maraqlı xüsusiyyət deyim, bu dövrdə mövcud olmuş ATR AXC yaratmayıb. Bu Naxçıvanın yerli əhalisi tərəfindən yaradılıb. Yəni, diqqətinizi onu çatdırmaq istəyirəm ki, Naxçıvanı qorumaq üçün AXC-nin gördüyü ilk addım, atdığı ilk addım nədir? Naxçıvan General Qubernatörlüyünün yaradılmasıdır. ATR onun addımı deyil. Qaldı ki, 30-a Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün mənbədə bəhs edilən təcavüzkar dövlətin həyata keçirdiyi iki tədbirlərdən ikisinin nəticəsini yazın. Təbii ki, ermənilər həmişə bizə qarşı antipatik münasibət göstəriblər. Gah Sovet Rusiyasına kömək eləyirdi, Qarabağda qiyam törədərək gizli razılığa gəlirdi müəyyən zamanlarda. Denikin təhlükəsi baş verən zaman ermənilər bu dəfə də Denikinlə birləşmişdilər. Bax belə. Nəsə diqqətimizdən qaçan bir şey oldusa, şikayət və təkliflərinizi bizə bildirsəniz minnətdar olarıq. Sağ olun, var olun. Allah'a emanet olun.